Təcili olaraq yeni yasamalda 3 otaqdan 4 otağa düzəlmək 150 kvadratlıq kubcalı mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov küçəsində. Mən isə bura Yeni Yasamal deməzdim, çünki Şərifzadə küçəsi ilə arasında təxminən 250-300 metrlik məsafə var. Dəyərli izləyicilər, bu bina, yəni yeni inşa olunmuş bina yerləşir Əsəd Əhmədovda. Hündür mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir mənzil. Ümumi sahəsi 150 kvadratdır, tam təmirlidir, sənədir, kubcadır, ipotekaya yararlıdır. Binanın qazı suyu işığı daimidir, yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bir neçə avtobus xəttinin dayanacağında da çox yaxın bir ərazidə yerləşir. Mənzil həm əşyalı, həm əşyasız olaraq satıla bilər. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz, biz özümüz gəlib çəkiliş edib, özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov küçəsinin girişində, hündür mərtəbəli yeni inşa olunmuş binanın 2-ci mərtəbəsində. Ümumi sahəsi 150 kvadrat olan, tam təmirli, təmirində keyfiyyətli materiallardan istifadə olunmuş bir mənzildir. 2 böyük balkonu var. Mənzil əvvəldə də bildirdiyim kimi 3 otaqdan 4 otağa düzəlibdir. 2 sanitar qovşağı var. Qazı suyu işığı daimidir. Sənədir, kubcadır, ipotekaya yararlıdır. Mənzil həm əşyalı, həm əşyasız olaraq satıla bilər. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bir neçə avtobus xəttinin dayanacağına və həmçinin metroya piyada 7-8 dəqiqəlik məsafədə yerləşir. Bu mənzilin qiyməti 278 min manatdır. Real alıcı olduğu təqdirdə yəqin ki, endirim etmək də mümkün olacaq. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.